Həmçinin bir nəfər deyir ki, Bəli. namazları cəm etmək olar. Hətta deyir sizdə də, yəni əhl-i sünnədə hədis var ki, Peyğəmbər sallallahu əleyhi və səlləm heç bir səbəb olmadan namazları cəm edib. Bu barədə nə deyərsiniz? Elhamdülillah, bilirsiniz, namazları cəm etmək olar. Bəli, Peyğəmbər sallallahu əleyhi və səlləm bir dəfə cəm eləyib səbəb olmadan. Hətta bəzi sahabələr. Lakin onun mənası nədir? Yəni Peyğəmbər sallallahu əleyhi və səlləm cəm eləyib deyib həmişə cəm eləyin. Yoxsa cəm eləyib deyib ki, hərdən cəm eləmək olar. Hərdən cəm eləmək olar. Peyğəmbər sallallahu əleyhi və səlləm müəllim idi. Bizi göstərirdi. Öyrədirdi, belə olanda belə eləyə bilərsiniz, belə eləyə bilərsiniz. Lakin söhbət nədən gedir? Davamlı şəkildə olar yoxsa yox. Baxaq Peyğəmbər sallallahu əleyhi və səlləmə və sözlərinə. Ondan soruşanda ən əfzəl əməl hansıdır? Dedi, namazı hərəsin öz vaxtında qılmaq. Allah Subhanahu taala buyurur: "İnna salate kanat alel mu'minina kitaban mawquta." Yəni biz namazı möminlərə namazı hər namazı öz vaxtında fərz etdik. Və namaz da 5'dir, biz bilirik. Namaz da 5'dir. Dəlil nədir? Adları. Çünki namazların adları vaxtların adlarıdır. Vaxtların adlarıdır. Məsələn, sən tutaq ki, zöhrdən əsri cəm eləməksən. Zöhr ayrı vaxtdır, əsr isə ayrı vaxtdır. Sən məğrib ilə, məsələn, işanı cəm eləmək istəyirsən. Məğrib ayrıdır, işa ayrıdır. O namazların ki, adları var, bütün namazlar. Onlar vaxtların adlarıdır. Sübh, İşraq və ya duha namazı vaxtın adıdır. Zöhr vaxtın adıdır. Əsr vaxtın adıdır. Məğrib vaxtın adıdır. İşa vaxtın adıdır. Təhəccüd və ya qiyamul leyl vaxtın adıdır. Ona görə namazın dəlil nədir? Biri deyə bilər ki, 5 namaza dəlil gətirir ki, 5 namazdır. Adları. Bu bir. İkincisi də Peyğəmbər sallallahu əleyhi və səlləm bəli edib. Lakin onu davamlı eləməyib baxır. Davamlı eləməyib. Peyğəmbər sallallahu əleyhi və səlləm bir dəfə qıldı, amma əsr azanı verdilər. Yaxşı, əgər cəm elədin, onda 2 dənə azan itir. Bəs əsr azanı, əsrin vaxtı. İşanın vaxtı azan verilməyəcək. Bu nadir hadisə daxı. Biz də deyirik, cəm eləmək olar. Hətta səfərdə olmayanda. Müəyyən hallar var, cəm eləmək olar namazı. Məsələn, leysandır bayır. Hava yaxşı deyil. Qışdır, qar çox yağır. Cəmaat da gəlib meçidə. İmam namaz qılır. Namazdan sonra məğribi məsələn, axşam namazı. Axşam çətindir. Axşam namazı çox soyuqdur məsələn. Qılandan sonra məğribi deyir ki, cəmaat, indi isə işanı qılacaq. Hava pis olduğuna görə. Gedib gəlmək çətin olduğuna görə. Qalxırlar, işanı da qılırlar. Hələ olar. Və ya məsələn, adam xəstədir, ağırdır, cəm eləyə bilər. Və ya məsələn, fəlakət baş verib, zəlzələ. Cəm eləyə bilər. Müharibənin öz namazı var. Müharibə vaxtı. Yəni, o vəziyyətə uyğun hərəkət eləyirsən. Səfərdə cəm eləyə bilərsən. Səfərdə cəm eləyə bilərsən. Amma söhbət gedir ki, bəli, Peyğəmbər sallallahu əleyhi və səlləm bəzi sahabələrdən gəlib. Lakin davamını eləyiblər, yox. Yox. Sonra 2 dənə azan həmişə verilirdi əsrdən. Məğrib, işa. Onlar hara getdi? Namaz 5'dir. Hamısı bütün kitablarda, hətta 3 deyənlər də olan kitablarda 5'dir. Namaz 5 vaxtdır. Bəli, Peyğəmbər sallallahu əleyhi və səlləm edib bunu. Bir dəfə eləyib. Lap o 10 dəfə. Lakin davamlı şəkildə eləməyib baxı. Müşkül məsələ nə vaxt yaranır? Davamlı şəkildə eləmək. Aydındır, davamlı şəkildə eləmək. O gəlməyib sünnədə. Söhbət bundan gelir. Aydındır. Aynen.